hər yer Çin avtomobili idi, hər segmentdə bahalı, ucuzdur. Bundan sonra Qazaxıstanda, Rusiyada, hətta Qətərdə belə yetərincə siz Çin avtomobillərini görə bilirsiniz. Ona görə də yəni sırf bizlə məsələ bitmir. Ona görə də hər hansı bir avtomobil alanda bir bazar araşdırması eləsinlər, bir digər xaricdə olan çəkilmiş videolara baxsınlar, forumları oxusunlar və bununla da bir nəticəyə gəlsinlər. İndi biz öz adımızdan, mən misal üçün Çin avtomobillərini vaxtaşırı olaraq incələməsini çəkirəm, izləyicilərə göstərirəm və o videolarda da fikir versələr, mən son bir söz demirəm. Deyirəm, qardaş, bunun qiyməti budur, bu məsələlər var. Nə xoşuma gəlmirsə onları vurğulayıram ki, misal üçün mən 80 min avtomobilə pul vermişəm, amma qapıda vakuum yoxdur. İstəyərdim ki, qardaş da bu qədər şey eləmirsən, qapıda vakuum da olsun da zəhmət olmasa. Bunları deyirəm və son sözdə yenə izləyiciyə buraxıram ki, qardaş, budur. Gözün tutdusa, nəsə bir xoşuna gəldisə, bu da bunun satış yeridir. Get, bax, gör və yaxud da ki, get araşdır başqa yerdən ki, hə, bəlkə də fəxri nəyəsə demədi və yaxud da ki, fəxri çəkdiyi avtomobil sıfır avtomobildir.